İran ərazisindən Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyirik. Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. Bu fikirlər Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb. Dron hücumları ilə bağlı İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilərək müvafiq etiraz notası təqdim ediləcək. Bəli, qeyd etdiyiniz kimi 5 mart tarixində İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə dron hücumları həyata keçirilib. Bir ədəd dron Naxçıvan Muxtar Respublikasının hava limanının terminal binasına, digəri isə Şəkərabad kəndi yaxınlığında məktəbin həyətinə düşüb. Qeyd edək ki, 2 nəfərin də xəsarət aldığı söz gedən hücumların qəbul edilməz olduğu və ölkəmizə qarşı çevrildiyi tərəfimizdən müvafiq olaraq vurğulanıb və bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu və bölgədə gərginliyin artırılmasına xidmət etdiyi müvafiq olaraq İran tərəfinin də diqqətinə çatdırılıb, etiraz notası təqdim edilib. Biz İran tərəfindən qeyd edilən insidentlə bağlı müvafiq araşdırma aparmasını və izahat verilməsini, eyni zamanda gələcəkdə bu kimi hücumların qətiyyətlə qarşısının alınması istiqamətində müvafiq tədbirlər görməyini tələb etmişik. Eyni zamanda Azərbaycan tərəfi də öz cavab hüququnu özündə saxlayır və ümidvarıq ki, bu kimi eskalasiya yaradan addımlardan İran tərəfi çəkinəcəkdir.